Hər kəsə salam. Sizlər üçün 7-ci sinif kimya sinif testinin izahını vermək istəyirəm. Gəlin birinci bölmənin birinci dərsi olan kimyəvi elementlər və onların simvolları testinin tapşırıqlarını izah edək. İlk olaraq fəaliyyət bölməsindən başlamaq istəyirəm. Cədvələ tamamlayın deyir. Atmosferin alt qatı hava verilibdir. Bilirik ki, atmosferin alt qatı havadan təşkil olunmuşdur. Litosferin üst qatı isə yer qabığından təşkil olunmuşdur. Atmosferin alt qatı əsasən oksigen və azot maddələrindən təşkil olunmuşdur. Bilirik ki, 78% azot, 21% oksigen, 1% isə təsirsiz nəzib qazlar, helium, neon, argon və su buxarından, karbon qazından təşkil olunmuşdur. Ona görə də atmosferin alt qatını yaza bilərik ki, azot, oksigen və karbon qazından təşkil olunmuşdur. Bu maddələrdən təşkil olunmuşdur. Bu maddələr təşkil edən elementlər. Bilirik ki, azot N2 şəklində yazılır. Elə azotu azot elementi təşkil edir. Oksigeni oksigen elementi təşkil edir. Karbon qazını isə bilirik ki, karbon qazının formulu CO2 şəklində yazılır və deməli karbon və oksigen elementləri təşkil edir. Karbon və oksigen. Digərinə baxaq. Litosferin üst qatı olan yer qabığını isə qum və gildən təşkil olunduğunu bilirik. Qum və gildən təşkil olunduğunu bilirik. Dərslikdə də bu haqqda məlumatlar yazılmışdı. Qumu təşkil edən elementlər. Bilirik ki, qumun formulu silisium dioksiddir. Deməli, silisium və oksigen elementlərindən təşkil olunub. Və oksigen. Yeni elementdən təşkil olunubdur. Gil isə silisium, alüminium və oksigen elementlərindən təşkil olunubdur. Gəlin yazaq. Və oksigen elementlərindən təşkil olunub. İndi isə keçək birinci tapşırığın izahına. Latinca adı kuprum, yəni cuprum yazılıb bura, olan elementin kimyəvi simvolunu müəyyən edin. Biz bunu Mendeleyev cədvəlindən də baxsaq, müəyyənləşdirə bilərik ki, bu misdir. Misin kimyəvi simvolu, yəni cu şəklində yazılır. Metalları müəyyən edin deyir. Bilir ki, natrium metaldır, hidrogen qaz halındadır, qeyri-metaldır. Civə maye halda olan istisna metallara aid idi. Karbon bərk halda qeyri-metaldır. Fosfor isə bərk halda qeyri-metaldır. Buna görə də biz burada 1 və 3-ü götürəcəyik. B variantı. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Azot və natrium verilibdir. Birinci verilib metaldır. Biz bilirik ki, natrium metaldır. Azot qaz halında olan qeyri-metaldır. Natrium isə bərk halda olan metaldır. Biri qeyd edirik, ikincisi sıraya. Qeyri-metaldır. Azot, bayaqlarda qeyd etdiyimiz kimi. Latinca baş hərfi N-dir. Azot bilirik ki, Latinca baş hərfi N-dir. Bunu H-sinə aid eləmək olar. Gəlin yazaq. Latinca baş hərfi N-dir. Bəli. Molekulu 2 atomludur. Bilirik ki, azot N2, natrium isə Na şəklində yazılır. Bu şəkildə yazılır. Molekul 2 atomludur. Baxın, N2, 4-ü də birinciyə yaza bilərik. Deməli, birinciyə 2, 4, ikinciyə 1, 2, 4, 2, 4, ikinciyə 1, üçüncüyə isə 3. E variantını uyğun gətirə bilərik. Dördüncüyə baxaq. Məntiqi ardıcıllığı tamamlayın. Baxaq, natrium metaldır, karbon qeyri-metaldır, fosfor qeyri-metaldır, kalyum metaldır, xlor
bilirik ki, cıllı şəklində yazılır. Qeyri-metaldır. Oksigen qeyri-metaldır. Dəmir metaldır. Silisyum qeyri-metaldır. Helyum isə qaz halında olan qeyri-metala aid edilir. Baxırıq ki, burada, gəlin göstərim sizin üçün də, metal verilib, sonra metaldan sonra 2 dənə qeyri-metal gəlib, daha sonra isə yenə metal gəlibdir. Sonra yenə 2 dənə qeyri-metal gəlibdir. Baxın, 2 dənə yenə qeyri-metal gəlibdir. Sonra isə baxın, metal. Deməli, 1 metal, 2 qeyri-metal, 1 metal, 2 qeyri-metal. Deməli, 2 qeyri-metaldan sonra da artıq növbəti metal olmalıdır. Ona görə də H2 hidrogen bilirik ki, qaz halında olan qeyri-metaldır. Flor qaz halında olan qeyri-metaldır. Neon qaz halında olan qeyri-metaldır. Kükürt bərk halda qeyri-metaldır. Kalsium isə bərk halda olan metaldır. Ona görə D variantı olacaq. Hansı elementlər molekullardan ibarətdir? Bilirik ki, molekulun tərkibində 2 və daha çox atom olmalıdır. Silisyum C şəklində yazılır. Deməli, təkcə silisyum atomdan ibarətdir. Bu çıxır, birinci. Azot N2 şəklində yazılır. Baxırıq ki, indeksində 2 və daha çox olarsa, deməli, bu molekul formasındadır. Deməli, ikincini götürürük. Natrium N şəklində yazılır. Bu da yəni atom formasındadır, molekul deyil. Oksigen isə O2 şəklində yazılır. Baxırıq ki, 2 atomdan təşkil olunduğuna görə deməli bu molekul formasındadır. Buna görə də 2-4 olacaq A variantı. 6-cıya keçək. Doğru ifadələri müəyyən edin deyir. Kimyəvi element eyni növ atomlardan ibarətdir. Bəli, kimyəvi element eyni növ atomlardan ibarətdir. Kimyəvi element müxtəlif növ atomlardan təşkil olunur. Xeyr, kimyəvi element eyni növ atomlardan təşkil olunur. Elementin simvolu yazılarkən onun latinca adının baş hərfinə istifadə olunur. Bəli, bu doğrudur. Elementin simvolu yazılarkən onun Azərbaycanca adının baş hərfinə istifadə olunur. Xeyr. Bayaqlar 3-cüdə qeyd etdiyimiz kimi latinca adından istifadə olunur. İndeks elementin simvolunun sağ yuxarı hissəsində yazılır. İndeks sağ aşağı hissəsində yazılır. Məsələn, azot N2 şəklində yazılır, sağ aşağı hissəsində yazılır. Buna görə 5-də çıxır. Doğru ifadələr 1 və 3-dür. 7-ci suala baxaq. Deyək, kükürt molekulunda atomların sayı fosfor molekulundakı atomlardan 2 dəfə çoxdur. Kükürt və fosfor molekulunda atomların ümumi sayı 12 olarsa, kükürt molekulunda neçə atom olduğunu hesablayın. Kükürt molekulu, bilirik ki, kükürtün kimyəvi simvolu S şəklində yazılır. Biz bilmirik neçə dənə atom var. Və fosfor molekulunda da bilmirik neçə atom var. Ancaq burada deyir ki, kükürt molekulunda atom sayı fosfor molekulundakı atom sayından 2 dəfə çoxdur. Deməli, fosforda atom sayı A olarsa, kükürt molekulunda A vurulsun 2, çünki 2 dəfə çoxdur. Və cəmi atom sayı 12-yə, ümumi atom sayı 12 olarsa, onda 2A üzərinə gəlinsin A bərabərdir 12, 3A bərabərdir 12, A da bərabərdir 4-ə. Deməli, A-mız 4 olarsa, fosfor molekulunda 4 atom var, kükürt molekulunda isə 4-ü vurarıq 2-yə, o da bərabərdir 8 atom var. Burada da indi bizə sualda kükürt molekulunda neçə atom olduğunu soruşur. 8 atom var. 8-ci suala baxaq. Uyğunluğu müəyyən edin deyir. Metal, qeyri-metal. P şəklində yazılır. Bilirik ki, fosfor. Gəlin yazın, fosfor. Fosfor bilirik ki, bərk halda olan qeyri-metaldır. Natrium yanlar şəklində yazılır. Metaldır bərk halda. Alüminium bərk halda olan metaldır. Silisyum bərk halda olan qeyri-metaldır. Karbon isə bərk halda olan qeyri-metaldır. 9-cu sual. Cədvəli tamamlayın deyir. Dəmir elementin simvolu. Dəmir bilir ki, P şəklində yazılır. H şəklində helyum yazılır. Zivə bilir ki, H, G şəklində yazılır.
10-cu suala baxaq. Elementlərin simvolu və indeksindən istifadə edilərək havanın tərkibində olan bir atomlu və çoxatomlu elementlərin formullarını yazın. Bilir ki, havanın tərkibində olan bir atomlu, məsələn, deyə bilərik helium. Burada elementin formullarını yazın, tamam. Helium, neon, çoxatomlu. Çoxatomlu, məsələn, oksigen yaza bilərik, O2, azot, N2 və s. Bax, bunların misal göstərə bilərik. Belə uşaqlar, sizlərlə birlikdə birinci bölmənin birinci dərsinin tapşırıqlarının izahını vermiş oldum. Sağ olun.